axıntı, qaşıntı, pis qoxu, göbələk xəstəliyi geniş yayılıb. Bunun səbəbi uşaqlıq yoluna düşmüş kandida göbələyidir. Kandida göbələyi uşaqlıq yoluna düşəndə uşaqlıq yolunun mikroflorasını pozur, zərərli bakteriyaların sürətlə inkişaf etməsinə şərait yaradır. Buna görə də xanımlarda pis qoxu, axıntı, qaşıntı, idrar zamanı yanma, göynəmə, hətta münasibət zamanı quruluq və ağrıya gətirib çıxardır. Vaxtında qarşısı alınmayanda isə daha ciddi ginekoloji xəstəliklərə yol açır. Bəs bu problemlərdən necə qurtulmaq olar? Ekrandakı ürəyi qızart, videonu kayd elə və mənə diqqətlə qulaq as. Yaxınlaşırsınız, aptekə Candivac şam əldə edirsiniz. Candivac şam istifadə edildiyi zaman antiseptik və antifungal təsirinin köməyi ilə uşaqlıq yolunun mikroflorasını bərpa eləyir, uşaqlıq yolunda olan zərərli bakteriyaları məhv eləyir, məhz kandida göbələyinə, eləcə də başda saydığım bütün əlamətlərə qısa zamanda son qoyur. Ölkənin bütün apteklərində əl çatandır, olmasa da əczaçılarımızdan xahiş edin, Candivac şamı sifariş verib gətirsinlər. Bu cür faydalı videoların davamı üçün profilin üzərindəki plus işarəsinə toxunun ki, sağlamlığınızın qeydinə qalan əczaçınız Baloğlanla hər zaman sağlam qalasınız.